Salam hörmətli izləyicilər, sabahınız xeyirli olsun. Aprel ayının 4-də Diri kəndinin yuxarı kəsimlərində nə qədər qar yağır. Söyüd ağaçları yarpaqlamışdı. Qarı çox tutub, çox əyiliblər. Yolda neçə yerdə ayrılıb düşüblər yola. Bir neçəsinin altından maşını sürtə-sürtə geçdik. Gedək görələ Nəsirvaz kəndində nə qədər qar olacaq. Elektrik xətləri də o qədər qar götürüb ki, az qalır ki, qırılsın. Tezliklə gün üzünü göstərsin. Bu qar ərisin, geçsin. Bir balaca da davam eləsəydi, söyüdlərin hamısı yatacaq. Möhtəşəm mənzərədir, elə bil ki, qışın tam oğlan çağıdır. İndi bu söyüdü silkələyəcəm ki, maşın ilişir, rast qalsın, cızmasın. Yolcu yolunda gərək.